Ucar rayonunun Alpod kəndində həyətləri və evlərin zirzəmilərini su basıb. Hadisə kənd ərazisində yerləşən qonşu bağ sahəsinin suvarılması zamanı suyun nəzarətsiz qalması nəticəsində baş verib. Sakinlərin sözlərinə görə suvarma zamanı suyun qarşısı vaxtında alınmadığı üçün su ətrafa yayılıb və qısa müddətdə bir neçə evin həyətinə dolub. Nəticədə zirzəmilərə dolan su sakinlər üçün çətinlik yaradıb. Su basıbdı, evimin altı, ondan sonra həyət baca. Yəni dəfələrlə bura mən 7-8 ildir, yəni buranı belə görürəm. Dəfələrlə bəli. Gedib özlərinə də deyirəm, 6-7 santimetr olardı da. Çünki çox idi. Özüm də evin altını elə vanlı ilə götürmüşəm, neçə dənə tökmüşəm. Yəni suya xeyri yoxdur. Yay, qış fərqi yoxdur. Bura suyun içində olur. Yəni çöküntü əmələ gələr, evimdə uça bilər. Bizim bu həyətə suyu zadı açıblar, nəzarət eləməyiblər, taxıllarını sulayıblar. Nəzarətsiz qalıb, axıb. Qızın evi də qalıb suyun altında, həyəti də. Məndə də ki, bu zaborun yanı, şoranı oradan vurub, yoy şoranı aparıb mənim yerimə. Orada da meyvə ağaçlarıdır. O şoran dəydisə, meyvə ağaçları qurumalıdır mütləq. Bura göl idi hamısı. Baba, hər yer gölü. İndi hələ çəkilib su. Hadisə ilə bağlı adı çəkilən şəxs məsələyə münasibət bildirib. O qeyd edib ki, baş verən hadisə nəticəsində özü də ziyan görüb. Bildirib ki, su suvarma kanalından daşaraq ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı həyətlərə dolub. Mən 4-5 gün bundan qabaq açmışam onu, sulamışam, bağlamışam. Amma bu su harca 4 gündə axırı beləsinə, bu gecə lap artırıblar, bağlayıblar indi necəsə. Gəlib mənim öz yaşadığım həyəti də, oranı da çölü də. O cümlədən deyib qonşuların həyətini hamısı su basıb. Gizli yatmış adamlar olmuşuq, bizim nə xəbərimiz olar ki, bu su gəlib beləsinə basılacaq. Biz açdığımız yerdən gəlmir bu su. Su başqa elə bir mənbədən, artıq kanalın qırağına əlavə qonşulara su gedir. Onlar açıblar suyu, su oradan da yarılıb gəlib vurub, mənə də yerməz yansa. Sakinlərin üzləşdiyi problemlə bağlı Alpod kənd bələdiyyə sədri Marif İsmailov bildirib ki, sözügedən yaşayış evlərinin yaxınlığından keçən içməli su kanalında yeraltı sızma baş verib. Nəticədə ətrafdakı bəzi həyətlər və zirzəmilərdə su basması qeydə alınıb. Onun sözlərinə görə məsələ artıq nəzarətə götürülüb və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Zahid Abışov, Devran Əskərov, Nuray Qədirli, APTV.